Ukrayna hakimiyyəti ölkədə seçkilərin keçirilməsinə razılıq verib. Bunu Ukrayna nizamlanması üzrə Moskva-Vaşinqton danışıqlarında iştirak edən ABŞ prezidentinin xüsusi elçisi Steve Witkoff deyib. Onlar olacaq, bəli, onlar bununla razılaşırlar. Ukraynada seçkilər olacaq, deyə Witkoff qeyd edib. Lakin Trumpın xüsusi nümayəndəsi seçkinin nə vaxt və hansı şərtlər daxilində keçiriləcəyini deməyib. Xatırladaq ki, Ukrayna rəhbərliyi əvvəllər də seçkidən imtina etməyib, lakin Ukrayna qanunvericiliyinə uyğun olaraq hərbi vəziyyətə görə səs vermək keçirilməyib. Həmçinin məlum məsələdir ki, hərbi əməliyyatların davam etdiyi, milyonlarla Ukraynalının qaçqın düşdüyü bir şəraitdə seçki keçirilməsi fiziki olaraq da mümkün deyil. Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri keçən il keçirilməli idi. Witkoff həmçinin deyib ki, Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak Ukraynanın NATO-ya üzv olmayacağı ilə bağlı razılığa gəliblər. Xatırladaq ki, Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi Moskvanın əsas tələblərindən biridir. Ancaq bununla yanaşı Witkoff qeyd edib ki, Ukraynaya NATO-nun 5-ci maddəsinə uyğun müdafiə formatının verilməsi müzakirə edilə bilər. Bu o deməkdir ki, Ukrayna NATO üzvü olmadan da NATO-nun əsas təhlükəsizlik təminatını ala bilər. Bundan əlavə, Witkoff tərəflər arasında atəşkəs danışıqlarının bəzi təfərrüatlarını da paylaşıb. Onun sözlərinə görə, hazırda Qara dənizdə gəmilərin atəşə tutulmasına moratoriumun qoyulması müzakirə olunur. Biz artıq yaxın bir həftə ərzində bunun həyata keçirilməsinə yaxınlaşırıq. Son məqsəd isə 30 günlük atəşkəsdir və həmin müddət ərzində biz daimi atəşkəsi müzakirə edəcəyik.